Elgizlə izlə verilişinə iştirakçı qismində qatılan Rövşən adlı şəxs faciəvi şəkildə vəfat edib. Bu haqda aparıcı Elgiz Əkbər məlumat verib. Elgiz Əkbərin verdiyi məlumata görə Rövşən yanaraq dünyasına dəyişib. Onun anası və atası illər öncə vəfat edib, iki bacısı da ailəlidir. Rövşənin dostu onun təklikdən şikayətləndiyini, psixoloji problem yaşadığını və içkiyə qurşandığını deyib. Xatırladaq ki, Rövşən verilişdə yazdığı və səsləndirdiyi şeirlər ilə diqqət çəkmişdi. Bakıda və regionlarda fəaliyyət göstərən Bergamo MMC-yə məxsus Evrolüks mağazalar şəbəkəsinin rəhbəri Günay Kərimova dələduzluqla üzləşib. Şirkətdə maliyyəçi vəzifəsində çalışan 1979-cu il təvəllüdlü Bəhruz Məmmədov rəhbərliyin 289 min manat pulunu ələ keçirdiyinə görə ona cinayət işi açılıb. Cinayət Məcəlləsinin 178.3.2 külli miqdarda zərər vurmaqla dələduzluq etmə maddəsi ilə təqsirləndirilən şəxsə sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bildirilib ki, hadisədən əvvəl Günay Kərimova Nərimanov rayonunda yerləşən mənzilini 365 min manata satıb və daha böyük sahəli ev axtarmağa başlayıb. Bu müddətdə pulun bir hissəsini xərclərinə sərf edib və əlində qalan 289 min manatı dollar valyutasına çevirərək saxlamaq istəyib. Günay Kərimova rəhbərlik etdiyi şirkətdə maliyyəçi olan Bəhruza həmin pulu 170 min dollara çevirərək gətirməsini istəyib. Lakin Bəhruz 289 min manatı götürərək ələ keçirib və geri qayıtmayıb. Barəsində cinayət işi açılan Bəhruz Məmmədov ifadəsində bildirib ki, pulu dollara çevirməsi üçün Emil adlı tanışına verib. Lakin Emil bir müddət yubatdıqdan sonra ona 170 min dollardan cəmi 60 minini qaytarıb. Daha sonra isə Emil Bəhruza ev və 2 avtomobil verib. Öz növbəsində Bəhruzla Emil bir-birindən hüquq mühafizə orqanlarına şikayət ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Günay Kərimova ərizə verərək artıq ona dəymiş zərərin ödənildiyini bildirərək şikayətini geri götürüb. Bəhruza 2 il sınaq müddəti ilə şərti cəza verilib və barəsindəki ev dustaqlığı qətimkan tədbiri ilə ləğv edilib.